Əvvəl mən xizək sürməyi bilmirdim, amma burada müəllimlər sağ olsun bizə çox yaxşı xizək sürməyi öyrətdi. Böyle düşərgələr davam eləyir, biz də tez-tez bura gələrik. Bəlkə də onların hər hansısa biri gələcəkdə qış idman növlərində ölkəmizi təmsil edə bilərlər. Bu eyni zamanda sosial bir layihədir. Onların yeni dostluqlarının qazanılmasına, dünya görüşünün inkişaf etməsində öz töhfəsini verir. İlin əvvəli olmağına baxmayaraq Yaşad Fondu sayca 4-cü layihəsini həyata keçirilir və bundan sonra da 2026-cı il üçün nəzərdə tutulan layihələr öz məqamında, öz zamanında həyata keçiriləcək. Mən burada ilk dəfə gələndə xizək haqqında məlumatım yox idi. Oradan minə bilmirdim. Soruşdum görən insanlar necə sürür. Artıq mən özüm də digərləri kimi rahat sürə bilirəm.